Putin Azal təyyarəsi və Bakı ilə bağlı mövqeyini elan etdi. Şok addım. Bu, Trampa İrana zərbə indirmək üçün bəhanə verə bilər. Etirazçılar Kirman şəhərində Zəhra məscidini yandırdı. İranda Türkiyəni narahat edən hadisə, Fidan həqiqəti anlayın dedi. Lakin Rusiyanın Areşniklə hücum etməsinin əsl səbəbi budur. Rusiya İstintaq Komitəsi 2 sentyabr 2025-ci il tarixində keçirilən formal xüsusi müşavirədə Azal təyyarəsinin vurulması əmrini verən general-mayor Aleksandr Tolopilo ilə bağlı bütün xidməti araşdırmaları dayandırıb. Tolopilo heç bir məsuliyyətə cəlb olunmayıb. Rusiyanın bu addımı necə dəyərləndirilməlidir? Qlobal İnfoaza danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya İstintaq Komitəsinin Azərbaycanın mülki təyyarəsini raketlə vuran şəxslərlə bağlı cinayət işinə xitam verməsi rəsmi Moskvanın Bakı ilə münasibətləri normallaşdırmaq niyyətində olmadığını göstərir. Münasibətlərin normallaşması üçün sualların tam şəkildə aradan qalxması lazımdır. Rusiya prezidenti ötən ilin 9 oktyabrında düşənbədə Azərbaycan prezidenti ilə görüşü zamanı vəd etmişdi ki, cinayətkarlar cəzalandırılacaq və kompensasiya ödəniləcək. Lakin bunların heç biri yerinə yetirilmədi. Mən qətiyyən şübhə etmirəm ki, Rusiya İstintaq Komitəsi bu qərarı Putinin birbaşa tapşırığı ilə qəbul edib. Deməli, Rusiya lideri özü də kompensasiya ödəmək istəmir və cinayətkarların həbsinə razı deyil. Belə olan halda iki ölkə arasında münasibətlərin tam normallaşmasından söhbət gedə bilməz. Əlbəttə təmaslar davam eləyəcək, iqtisadi əlaqələr qalacaq. Lakin qarşılıqlı etimad əvvəlki səviyyədə olmayacaq. Bakı bu məsələdən bu qədər tez geri çəkilməyəcək. Amerika Birləşmiş Ştatları hazırda İranda baş verən prosesləri diqqətlə izləyir və bu hadisələrə vaxtaşırı sərt reaksiyalar verir. Vaşinqtonun mövqeyi göstərir ki, İranla bağlı yalnız diplomatik deyil, daha dərin siyasi planlar da mövcuddur. Bu sözləri Axarazı açıqlamasında politoloq Oktay Qasımov Amerika Birləşmiş Ştatları İran gərginliyi və mümkün senarilərdən danışarkən deyib. Politoloqun sözlərinə görə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın İranla bağlı sərt açıqlamaları artıq ilk dəfə deyil və bu mövqeyi Amerika senatorları, konqresmenlər və digər rəsmi şəxslər də açıq şəkildə dəstəkləyir. Onlar İranda gedən etirazlara siyasi dəstək verirlər ki, bu da Vaşinqtonun rejim dəyişikliyi ilə bağlı planlarının mövcudluğunu göstərir. Amerika Birləşmiş Ştatları Venezueladan sonra İranda da dəyişikliklərə fokuslanıb və bu prosesi birbaşa hərbi əməliyyatlar olmadan daxili etirazlar vasitəsilə reallaşdırmağa çalışır. Əgər Amerika Birləşmiş Ştatları rəhbərliyi etirazların İran hakimiyyəti tərəfindən zorakılıqla yatırıldığını, ölənlərin sayının artdığını görərsə, bu Donald Trumpa hərbi müdaxilə qərarı vermək üçün əsas və bəhanə yarada bilər. Qırmızı xətt məhz zorakılığın miqyası və insan tələfatı ilə bağlıdır. İranda baş verən hadisələr təsadüfi deyil və həm daxili səbəblərdən, həm də Amerika Birləşmiş Ştatları və İsrailin bu proseslərə müəyyən formada təsirindən qaynaqlanır. Proseslər eyni zamanda İranın molla rejimi daxilində siyasi elitalar arasında gedən mübarizənin də nəticəsi kimi dəyərləndirilə bilər. Oktay Qasımov bildirib ki, İranda mühafizəkar və mürtəci kəsim ölkədə həm siyasi gücü, həm də iqtisadiyyatın əsas hissəsini nəzarətdə saxlayır və islahatların daha yumşaq və demokratik sistemin formalaşmasında maraqlı deyil. Bu səbəbdən həmin qüvvələr zaman-zaman etirazların qarşısını almaq və ya prosesi yönləndirmək üçün müxtəlif addımlar ata bilirlər. Hazırki etirazlar əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Belə ki, artıq bu proseslərə yalnız müəyyən sosial təbəqələr deyil, iş adamları, orta təbəqə və Tehran, Təbriz kimi böyük şəhərlərin bazarları da qoşulub. Bu kəsimlərin iqtisadiyyat və cəmiyyət üzərində böyük təsir imkanları var. Əgər Amerika Birləşmiş Ştatları daxili potensial hesabına prosesi istədiyi istiqamətdə dəyişə bilməsə və etirazlar uzanarsa, Vaşinqtonun hərbi müdaxilə variantını da gündəmə gətirməsi istisna olunmur. Bu baxımdan hazırda İranda vəziyyət kifayət qədər gərgin olaraq qalır, o qeyd edib. İranın cənub-şərqində yerləşən Kirman şəhərində Zəhra məscidi yandırılıb. Bu barədə İranın Təsnim xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, məscid etirazçılar tərəfindən yandırılıb, həmçinin atılan daşlar nəticəsində şüşələri sındırılıb.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İranın mövcud reallıqları düzgün dərk etməyə və həqiqi əməkdaşlıq üçün real səylər göstərməyə ehtiyac duyduğunu bildirib. Nazir hazırda ölkədə davam edən etirazlarla bağlı danışıqların aparıldığını da vurğulayıb. Fidan bildirib ki, Tehranın qəbul etməyəcəyi şərtlər irəli sürülür, lakin həqiqətləri anlamalı və keçmişi geridə qoymalıdır. Qlobal Info azda danışan siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, bu açıqlama ilk növbədə İranda mövcud daxili gərginliyin regional riskə çevrilə biləcəyi mesajını verir. Fidanın davam edən etirazlar vurğusu Türkiyənin İrandakı daxili proseslərin nəzarətdən çıxmasını, uzun müddətli siyasi qeyri-sabitlik yaranmasını və bu vəziyyətin regiona daşınmasını real təhlükə kimi qiymətləndirdiyini göstərir. Çünki Türkiyə üçün İranın tamamilə içə qapanması və ya sərt repressiya yolunu seçməsi regionda gərginliyi daha da artıra bilər. Məsələnin bir tərəfi budur. Digər tərəfdən isə Fidanın fikirlərində İranın sərt mövqeyinə yönəlik tənqid açıq şəkildə hiss olunur. Daha dəqiq desək, İran danışıqlarda istər Qərb və region ölkələri ilə münasibətlərdə, istərsə də nüvə məsələsi və sanksiyalar kontekstində maksimalist və güzəştsiz mövqe tutur. Türkiyə isə hesab eləyir ki, bu yanaşma uzlaşmanı mümkünsüz eləyir və gərginliyin uzanmasına səbəb olur. Yəni, Ankara yalnız qarşı tərəfi günahlandırmaq yox, öz mövqeyini də dəyişmək lazımdır mesajını verir. Siyasi şərhçi bildirib ki, Türkiyə eyni zamanda İranın regionda ideoloji təsir siyasətinin proksi qüvvələrə söykənən yanaşmasından, eləcə də Ərəb ölkələri və Cənubi Qafqazdakı proseslərdə sərt mövqeyindən uzaqlaşmasını istəyir. Bundan əlavə, İran Zəngəzur məsələsinə qarşı da sərt mövqe tutur. Tehran, Türkiyə-Azərbaycan tandemini şübhə ilə qarşılayır ki, bu da Ankaranı ciddi şəkildə narahat eləyir. İranda baş verə biləcək dərin siyasi sarsıntılar sabah ölkə daxilində fəaliyyət göstərən PKK və PJAK kimi Kürd silahlı qruplaşmalarının region ölkələrinə, xüsusilə də Türkiyəyə sirayət etməsi riskini artırır. Məhz bu səbəbdən Fidanın verdiyi mesajlar bütün bu təhlükələrə işarə eləyir. Rusiyanın Oreşnik hipersəs raketini Ukrayna ərazisinə buraxmasının əsas məqsədi hərbi effekt əldə etmək yox, Amerika Birləşmiş Ştatları və Avropaya müəyyən bir mesaj göndərməkdir. Bu barədə Rusiya üzrə ekspert Gerhard Mangot bildirib. Onun sözlərinə görə Moskva son həftələrdə Amerika Birləşmiş Ştatları Ukrayna və Avropalılar arasında aparılan diplomatik danışıqlardan faktiki olaraq kənarda saxlanılmasından narazıdır və Avropa qoşunlarının Ukraynada mümkün yerləşdirilməsindən xüsusilə qəzəblənib. Mangot vurğulayıb ki, Oreşnikin tətbiqi məhz bu kontekstdə qiymətləndirilməlidir. Qeyd edək ki, yanvarın 8-dən 9-una keçən gecə Rusiya ordusu Ukraynanın Lvov şəhərinə ballistik raketlərlə zərbələr indirib.